إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله وسلم عليه وعلى آله وصحبه أجمعين. أما بعد. Değerli qardaşlarım, öncəliklə uca Allaha dua edirəm ki, Allah Azza Cəllə bu məclisimizi sevib, razı qaldığı, ha belə mələklərin əhadə etdiyi məclislərdən etsin. Və istəyirəm ki, bir mövzu barəsində xatırlatma edeyim və ümid edirəm və güman edirəm ki, bu mövzu hər bir üçün faydalı olacaqdır. Mövzu odur ki, mömin qul işlətdiyi günahın cəzasını aradan qaldıran 10 səbəb. Mömin qulun işlətdiyi günahın cəzasının aradan qaldırdığı 10 səbəb olacaqdır. Bilirsiniz ki, günahın, yəni insanın işlətdiyi günahın həm bu dünyada, həm də axirətdə cəzası vardır. Axirətdə məlumdur. Bu dünyada gəlincə isə İnsanın günah işlədəndə onun qəlbinə qara nöqtə düşür. Onun qəlbi zülmət içərisində olur. Qəlbi daşlaşır. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, qul bir günah etdikdə qəlbinə qara nöqtə qoyulur. Əgər qul bu günahdan əl çəkər, Allahdan bağışlama diləyər və tövbə edərsə, bu qara nöqtə götürülər. Əgər günah etməkdə davam edərsə, nöqtələr çoxalar ta ki qəlbini örtər. Uca Allahın Quranda xeyr, onların qəlbini qazandıqları günahlar bürümüşdür deməklə məhz bunu nəzərdə tutmuşdur. Bunu Allah Rasulü sallallahu aleyhi ve sellem demişdir. Yəni insan günah işlətdikdə onun qəlbi zülmət içərisində olur. İbn Qeym rahimehullah Dərd Dəva kitabında buyurmuşdur ki, günahın cəzalarından biri də odur ki, insan günah işlədikdə insandan elm uzaqlaşır, insan elmdən məhrum qalır. Onun ruzu bərəkəti gedər, Allah ilə arasında soyuqluq yaranar. Və həmçinin salih insanlarla da arasında soyuqluq yaranar. Həmçinin də İbn Qeym rahimehullah buyurur ki, günahın cəzalarından biri də İnsanın işlərində çətinlik yaranar. Qəlb və bədən zəifləyər, itayət nemətindən məhrum qalar. Yəni bir çox ibadətlərdən məhrum qalar. Həmçinin də İbn Qeym rahimehullah buyurur ki, günahın cəzası biri də bəndənin Rəbbin yanında dəyərsiz və rəzil olmasıdır. Onun nəzərində aşağı düşməsinə səbəb olar. Həmçinin də İbn Qeym rahimehullah buyurur ki, günahın cəzasından Allahın bəndəsini unutmasına, yəni onu öz nəfsi və şeytanı ilə baş-başa buraxmasına səbəb olar. Bu isə elə bir həlakdır ki, orada qurtuluş ümidi qalmaz. Həmçinin də günahın cəzalarından İbn Qeym rahimehullah buyurur, Allahın nemətlərin aradan getməsinə, sağlamlığın çevrilməsinə, qəfil bəlanın və qəzəbin gəlməsinə ən güclü səbəblərdəndir. Elə ki, görərsən Allaha qarşı günah edən adamın ömründə, dinində və dünyasında bərəkət qalmaz. Həmçinin də rahimehullah buyurur ki, cəzalardan biri budur ki, günah edən insan daima şeytanın əsarətində, şəhvətlərin zindanında və nəfsinin qandalarında olar. Və həmçinin cəzalardan da biri odur ki, insan özünə ən yaxın, ən faydalı, ən sadiq və onun xoşbəxtliyi üçün ən vacib olan dostundan, ha belə ona vəkil edilmiş mələkdən uzaqlaşar, əvəzində isə ən zərərli, ən xain düşmən şeytan ona yaxınlaşar. Həmçinin də bəzi insanları görürük ki, deyir ki, mən günah işlədirəm və onun cəzasını görmürəm. Mən günah edirəm, amma cəzası mənə gəlmədi. İbn Qeym rahimehullah buyurur ki, günahının təsirinə
dərhal görmədiyinə aldanma. Çünki onun təsirini bəzən 40 il sonra da görə bilərsən. Subhanallah. Ona görə də insan günah işlədikdə elə bilməsin ki, cəza gəlmədiysə, onun üçün hər bir şey əladır. Təsəvvür edin, Tabein İbn Sirin rahimehullah çox varlı tacir idi. Rahimehullah. Və onun çoxlu bal çəlləkləri var idi. Onun bal çəlləklərinə bir gün siçan düşür. Və sonra insan onlara unutturulur ki, o siçan hansı çəlləyə düşmüşdür. Və məhz buna görə o bütün bal olan çəlləklərini fəsada uğradır. Və o beləcə o iflasa uğrayır. Və sonra deyir ki, bu mənim 40 ildir gözlədiyim günahının cəzasıdır. Ona deyirlər ki, sən hansı günahı etmişdin? İbn Sirin rahimehullah buyurur ki, bir kişini ayıplayaraq demişdim ki, ey kasıb. Ey kasıb dediyimə görə 40 ildir mən bu günahı gözləyirdim. Subhanallah. Ona görə də hər bir insan günah etdikdə, günahın cəzasını görmədikdə aldanmasın. Lakin İbn Teymiyyə rahimehullah öz Məcmu Fətava kitabında buyurur ki, cəzanın aradan qalxmasının 10 səbəbi vardır. Buyurur ki, "El-mu'minu izâ fe'ale seyyi'eten fe inne uqubetaha tentefi'u anhu bi'aşaret esbab." Buyurur ki, mömin əgər pis əməl edərsə, yəni günah iş görərsə, onun cəzasını 10 səbəblə ondan uzaqlaşar. İbn Teymiyyə rahimehullah buyurur ki, birinci səbəb günahın cəzasının aradan qalxması, ən yatubə fəyatubullahu aleyhi fe innət-təyyibə minəz-zəmmi kəmən lə zəmmə ləhu. İbn Teymiyyə rahimehullah buyurur ki, tövbə edər və buna görə Allahdan onun tövbəsi qəbul edər. Allah da onun tövbəsini qəbul edər. Çünki tövbə edən günahkar sanki heç günah etməmiş kimidir. Ona görə insan daima Allaha günahlarından tövbə etməlidir. Bu çox önəmli səbəblərdəndir. Həmçində tövbənin şərtləri də yerində olmalı. Tövbənin şərtləri hansıdır? Birinci, günaha peşman olmaq. İkinci, günahdan uzaq durmaq. Üçüncü, əzmlə, qətiyyətlə qərar vermək ki, bir də o günaha qayıtmayacaq. Və alimlər dördüncü şərt də deyiblər ki, əgər kiminsə haqqına girmisənsə, onun haqqını qaytarmaqdır. Həmçinin də tövbə etmək uca Allahın bizə olan əmridir. Uca Allah öz kitabında buyurur ki, "Ya eyyuhellezine amenu tubu ilallahi tawbatan nasuha. Asa rabbukum an yukaffira ankum seyyiatikum ve yudkhilakum cennetin tecri min tahtiha al-anhar." Buyurur ki, ey iman gətirənlər, Allah'a səmimi tövbə edin. Ola bilsin ki, Rabbiniz günahlarınızdan keçsin və sizi ağacları və qəsrlər altından çaylar axan cənnətlərə daxil etsin. Və tövbə insanın günahlarını əfv edilməsinə, cənnətə daxil olmasına böyük səbəblərdəndir. Həmçində İbn Teymiyyə rahimehullah buyurur ki, ikinci səbəb isə yəstəğfiru fəyuğfaru ləhu. İkinci səbəb isə buyurur ki, istiğfar edər, buna görə Allah onu bağışlayar. İnsan istiğfar edərsə, onun ruzusunə bərəkət gələr, günahları bağışlanar, Allah qatında ucalar. Və Allah Resulü sallallahu aleyhi və səlləm daima dilində Allaha istiğfar edərdi. Çalışın daima dilinizdə əstəğfurullah sözü əski olmasın. Həmçində Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, hələ bir insan yoxdur ki, günah işlədən hələ bir insan yoxdur ki, dursun ayağa, dəstəmaz alsın, sonra namaz qılsın, sonra Allahdan bağışlama diləsin, Allah onun günahını bağışlamasın. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem bu ayəni oxudu. Buyurdu ki, o kəslər ki, pis əməl edər və öz nəfslərinə zülm edər, Allahı zikr edərlər və Allahdan bağışlama dilərlər. Sonra İbn Teymiyyə rahimehullah buyurur ki, üçüncü səbəb cəzanın aradan qaldırmasına, ya'malu hasanatin tamhuha fe innel hasanatin yuzhibnas seyyiat. Buyurur ki, yaxşı əməllər işləyər,
beləliklə yaxşı əməllər pis əməlləri silər. Ona görə insan daima salih əməllər etməlidir. Həmçinin də Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki: "İttəqillaha haythuma kunt və atbi'is seyyi'atel hasenete temhuha və xaliqin nase bi xuluqin hasan." Buyurmuşdur ki, harada olsan Allah'tan qorx. Pislik etdikdən sonra yaxşılıq et ki, onu silsin. İnsanlarla gözəl əxlaqla davran. Ona görə də insan daima çalışmalıdır, salih əməl etsin ki, etdiyi günahları o salih əmələ silib aparsın. Çalışsın insan sədəqə versin. İmkanı varsa oruç tutsun, gecə namazı qılsın. Heç də edə bilmirsə qardaşının üzünə gülsün. Bu da bir sədəqədir. Təsəvvür edin ki, qiyamət günü bəzi insanlar olacaqdır. Onların yaxşı əməlləri ilə pis əməlləri eyni olacaqdır. Və onlar bir müddət həbs olunacaqdır. Yaxşı əməlləri də pis əməlləri də eyni olacaqdır tərəzidə. Və sən də təsəvvür et ki, həmin insanların əgər biri olsan, deyərdin ki, bir dənə əməl etsəydim, bir yaxşı əməl etsəydim, buradan qurtarıb cənnətə düşərdim. Ona görə də hansısa bir yaxşı əməli, salih əməli, xırda bir salih əməli kiçik görmə. Ola bilsin ki, bu salih əməl səni qutarar. Həmin gün sənin əməl dəftərində o salih əməl bir dənə ağrı gələr və sən cənnətə daxil olarsan. Ona görə də hansısa bir kiçik əməli heç vaxt xırda görmə. Çünki salih əməllər günahları silib aparır. Həmçinin də İbn Teymiyyə rahimehullah buyurur ki, günahların cəzasını aradan qaldıracaq səbəblərdən يدعو له إخوانه المؤمنون ويستغفرون له حيا وميتا. Buyurur ki, mümin qardaşlar ona dua edər və diri ikən də öləndən sonra da onun üçün bağışlama deyərlər. Bəli, insan çalışmalıdır, salih dostlarını çoxalsın, mümin dostlarını çoxalsın, fasiqlərdən, günah edənlərdən uzaq dayanmalıdır. Çünki salih dostların sənin üçün vəfat etdikdən sonra sənin üçün cənazə namazı qılıb dua edəcəklər. Kim 40 dənə tövhid əhli sənin üçün cənazə namazı qılarsa, Allah onları sənin üçün şəfaatçi edər. Sənin üçün 3 dərəcə cənazə namazı qılsalar, cənnət sənə vacib olar. Həmçinin də dirikən də salih qardaşların səndən gizlin, bəlkə də səcdədə sənin üçün dua edirlər. Sən bir sıxıntın olanda, bir problemin olanda, qardaşın onu görəndə sənə deməyib, gelib səcdədə daima dua edir. Ya Rab, mənim qardaşıma kömək et, qardaşıma yardım et. Ona görə də insan bu cür şeyləri əldə etmək üçün nə etməlidir? Salih dostlarını çoxaltmalıdır. Fasiqlərdən, günahkardan uzaq dayanmalıdır. Həmçinin də İbn Teymiyyə rahimehullah buyurur ki, 5-ci səbəblərdən يَهْدُونَ لَهُ مِنْ ثَوَابِ أَعْمَالِهِمْ مَا يَنْفَعُ اللّٰهُ بِهِ. Buyurur ki, başqaların etdiyi yaxşı əməllərin savabını ona hədiyyə edər və Allah da bu savab onu fayda verər. Və insanın salih övladı onun üçün yerinə vəfa etdikdən sonra həc edər, onun üçün sədəqə verər. Ona görə də insan çalışmalıdır, salih övladlar yetişdirsin. Salih övladlar yetişdirsin ki, ona daima fayda versin, onun yerinə sədəqə versin, onun üçün dua etsin. Əgər həc etməyibsə, onun yerinə həc etsin. Ona görə də biz övladlarımızı fəsada uğratmamalıyıq. Onu dünyaya çox salmamalıyıq. Ona dini öyrətməliyik ki, onu salih etməliyik ki, insan öz valideyn vəfa etdikdən sonra da o salih övladlarından fayda görsün. Ola bilsin ki, Allah azza cəllə ona qiyamət ki, o fayda ona verər. Həmçində İbn Teymiyyə rahimehullah buyurur ki, 6-cı səbəblərdən yəşfə'u fihi nəbiyyuhu Muhammed sallallahu aleyhi və səlləm. Buyurur ki, 6-cı səbəblərdən Allah Rasulü sallallahu aleyhi və səlləm şəfaət etməsi. Şəfaət etməsi sənin günahların cəzasından qurtulma səbəbdir. Bu necədir? Bir, Allah Rasulü sallallahu aleyhi və səlləmi sevmək, həqiqi sevmək. İkinci isə onun yoluna, sünnəsinə tabi olmaqdır. Üçüncü də alimlərdir ki, insan çalışmalıdır, daha çox ona salavat etsin. Həmçində İbn Teymiyyə rahimehullah buyurur 7-ci səbəblərdən yəbtəlihillahu Teala fid-dunya biməsaibə tukaffir anhu. Buyurur ki, İbn Teymiyyə rahimehullah Allah onu dünyada bəla və müsibətlərlə imtihana çəkər və bununla onun günahları bağışlayar. İnsanın başına gələcək sıxıntı, problemlər,
çətinliklər. İnsan buna görə üzülməməlidir, kədərlənməməlidir. Bu sənin günahlara və kəffarədir. Dərəcələrin qaldırmasına bir səbəbdir. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, hətta ayağına batan tikan belə sənin günahlara və kəffarədir. Ona görə insan sıxıntıların içində ola bilər, problemlərin içində ola bilər, üzülməsin. Niyə görə belədir? Bilsin ki, bu Allah azə gələ sənin, ola bilsin ki, sənin günahlarına əff etsin və kəffarə etsin. Həmçinin İbn Teymiyyə rahimehullah buyurur ki, 8-ci səbəblərdən yəbtəlihi fil bərzəxi bisa'qati feyukaffir biha anhu. Buyurur ki, bərzəx aləmində onun şiddətli bir qorxu ilə imtihana çəkər və bu qorxu onun günahların bağışlamasına səbəb olar. İnsanın qəbirdə sorğu-sual olunması, İnsanın bərzəxdə olan hallarla qarşılaşması onun günahlarına kəffarə olar. 9-cu səbəblərdən İbn Teymiyyə rahimehullah buyurur ki, yəbtəlihi fi arasətil qiyamah min əhvaliha bima yukaffir anhu. Buyurur ki, qiyamət günü qorxunc hallarla onu imtihana çəkər və bu da onun günahların bağışlamasına səbəb olar. İnsan qiyamət günü hələ bir hallarla, qorxunc hallarla qarşılaşa bilər ki, Allah azə cələ onun günahlarına bağışlayar. Həmçinin də 10-cu səbəb, axırıncı səbəblərdən İbn Teymiyyə rahimehullah buyurur ki, Yarhamuhu arhamur rahimin. Buyurur ki, mərhəmətlərin ən mərhəməti Allahın rəhm etməsi. Allah azə cələ onu rəhm edərsə, onun günahın cəzaları aradan qalxar. Sonda İbn Teymiyyə rahimehullah buyurur ki, Fəmən أخطأته هذه العشرة فلا يلومن إلا نفسه. Buyurur ki, İbn Teymiyyə rahimehullah bütün bu 10 səbəbdən faydalanmayan kimsə isə yalnız özünü qınasın. Ona görə də dəyərli qardaşlarım, Allah azə cələ dua edirəm ki, Allah azə ilə bizim günahlarımızı bağışlasın, bizə rəhm etsin və bizi günahın cəzasını uzaqlaşdırsın və Allah azə ilə dua edirəm ki, bu dərsimi hər bir üçün faydalı etsin. Subhanakallahum və bihamdik. Əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk. Allah sizdən razı olsun qardaşlar.